Əllərində dövlət bayraqları olan milli geyimli atlılar, dəvələrin müşayiəti, Novruz personajları, çalğıçılar. Hər yerdə bayram əhval-ruhiyyəsi hiss olunur. Bəzədilən parkda xalq tətbiqi sənət nümunələrinin təbliğ edildiyi çadırlar quraşdırılıb, gənc rəssamların əsərləri nümayiş olunur. Bu cür parkların açılışı, insanların bu cür əhval-ruhiyyəsi birinci növbədə hamımıza müsbət təsir eləyir. Təbii ki, hamımız sevinir. Bütün Azərbaycanlılar Novruz bayramını mübarək edirəm. Hamınızın süfrəsi ruzi bərəkətli olsun. İncəsənət nümayəndələri, rəqs kollektivlərinin çıxışı, kəndirbazların məharətlərini göstərməsi, idman meydançalarında zorxana, güləş, gimnastika üzrə nümunəvi çıxışlarda maraqla qarşılandı. Bu ildə ölkəmizin hər yerində bayram tonqalları qalanır. Yeni salınmış və bugün yığışdığımız bu gözəl parkda şəhər sakinlərinə və qonaqlara bayram ovqatını hiss etdirmək üçün çox gözəl şərait və imkanlar yaradılmışdır. Şənliyimiz sırf milli musiqimiz, milli idman növlərimiz, təamlarımızla təşkil etmişik. Belə gözəl gündə uşaq evlərindəki sakinlərimizi də unutmadıq və onları sevindirmək üçün əlimizdən gələni əsirgəmədik. Gün ərzində davam edən bayram tədbiri iştirakçıların böyük sevincinə səbəb oldu və əsl bayram əhval-ruhiyyəsi yaratdı. Şəfiqə Hüseynova, Vahid Zalov, ASTV Xəbər.